mən Aytənin bir yanlışına görə mən niyə Aytəni dəyərsiz eləyim ki? İnsanlar var elə də. Yəni 99 gün çiynində daşır, bir gün yerə qoy, deyəcək bir gün mənə yerə qoydu. Tabii. Amma ədalətli olsun deyə mən nə etmişəm? Bu bir gün mənə xəta belə eləsə, o 9 dənəsi qalır da. Elə bunun orada şeyi var, joker haqqı var. 9 dənə də pislik eləyə bilər mənə, izni var. Elə ki o 9-u da yendi sıfıra düşdüsə təzədən və bir insan və -1-ə, minusa keçdiyan çıxır həyatımın. Özü çıxarırsın. Özümü çıxarım çünki niyə? Bu özü qalxdı da düşdü də. Elə adam var qalxıb hələ də düşmüyor. Görək Allah axırda xeyir eləsin. Elə adam var başlayan kimi düşüb minusa. Elə adam var hələ də sıfırdadır, neytraldadır. Məncə bu insanlar da bu cədvəl kimi istifadə eləyə bilər. İnsanlarla tanış olan kimi onlara elə birbaşa 10 bal verməyin. Bu yaxşı oğlandır, yaxşı qızdır, mehribandır, səmimidir. Çünki o vaxt real baxa bilmirlər hadisələrə. Sonra deyir ki, mən safam, üzr istəyirəm ifadə və mən malam, məni alladırlar, neyirlər. Elə bir şey yoxdur.